Mən Məhərrəmov Samir Zaroğlu, 27 may 2001-ci il tarixində Masallı rayonunda anadan olmuşam. Masallı rayon 3 nömrəli məktəbi oxuyub bitirmişəm. Uşaq yaşlardan taekvondo idman növü ilə məşğul olmuşam. İdmana olan marağımla ailə üzvləri məni taekvondo idman növü ilə tanış elədi. O vaxtlar Masallı rayonunda 3 səhərli orta məktəbin arxasında idman zalı var idi. Orada taekvondo idman növü keçirilirdi. Mənim də marağım idmana hər zaman böyük olub da. Əslində o vaxtlar biraz maddi vəziyyətdən çətinlik çəkirdi ailə üzvlərimiz. Müəllimimiz sağ olsun, ilk müəllimim Ağayev Ədalət mənə pulsuz məşq etməyə başladı. İllərin əziyyəti məni bu yerə gətirib çıxartdı. Həm müəllimlərimin əziyyəti böyük oldu mənim üzərimdə, həm öz əziyyətim, həm ailəmin əziyyəti. Özüm 4 qat Respo çempionu, beynəlxalq turnirlərin qalibi, Avropa, dünya çempionatlarının iştirakçısı. İlk yarışım zona birinciliyində, Lənkəranda. Orada mənim birinci yarışım idi. Orada mən zona çempion oldum 2011-ci ildə. Növbəti qələbəm Respo çempionatlığında 2014-cü ildə Respo çempion oldum Qəbələ şəhərində. 2015-ci ildə ardı ilə Sumqayıt şəhərində ardıcıl ikinci dəfə Respo çempionu adına layiq görüldüm. 2015-ci ilin iyun ayında milli komandaya dəvət aldım. Oradan bəzi turnirlərə, beynəlxalq turnirlərə hazırlaşırdıq. İlk Respublikadan kənar yarışım Gürcüstanda, Rustavi şəhərində oldu. Orada mən Gürcüstan Open, belə deyək, Gürcüstan açıq turnirində çempion oldum. Azərbaycan bayrağını dalğalandırdım həmin yarışda. Növbəti xarici yarışlarım əslində çox olub. Yəni Avstriya Open, sonra onun ardıca Fransada yeniyetmələrin Avropa çempionatlığı, dalıyca Koreyada, Muju şəhərində yeniyetmələrin dünya çempionatında iştirak elədim. Böyük təcrübə oldu mənim üçün uşaq yaşdan. Orada hardasa 2015-ci ildə mənim 14 yaşım var idi. Çox böyük təcrübələr topladım, yeni dostlar qazandım. Həmin xarici yarışlara gəlib gələndən sonra Masallı rayonunda məşqlərimə davam etdirdim. 2016-cı ildə bir nailiyyətim olmadı. Yəni, bəzən elə olur ki, uşaq müəllimin sözünə qulaq asmır deyə nailiyyət əldə eləmir. Amma 2017-ci ildə mən 3-cü Respo çempionatlığı, 3-cü dəfə Respo çempion oldum. Sərhədçidə, Sərhədçi Olimpiya İdman kompleksində. Mənim və müəllimlərim üçün çox qürur verici hiss idi həmin an. Bəlkə də illər belə keçsə, mən o yarışı heç vaxt unutmaram. Gürcüstanın Batumi şəhərində mən Batumi çempionu oldum orada həmin yarışda. Finalda erməni rəqibim var idi bir. Erməni rəqibimi 32-10 məğlub elədim, 22 xal fərqlə. Mən hesab eləyərdim ki, idmanda ən böyük uğurum həmin andı. 18 yaşım tamam olanda həqiqi hərbi xidmətə yola düşdüm 2019-cu ilin iyul ayında. En sayılı hərbi hissədə 3 aylıq təlim keçəndən sonra növbəti en sayılı hərbi hissəyə yola düşdüm. İlk olaraq Goranboy rayonunda, 2-ci rayon
Mingəçevir şəhərində. Bitirməyimə 3 ay qalmış müharibə başladı. Biz ön cəbhədə xidmət edirdik deyə biz də müharibəyə qoşulduq. Talış kəndi və Suqovuşan istiqamətlərdə döyüşdə iştirak etdim. Cənab Prezident tərəfindən Suqovuşan medalı ilə və Vətən müharibəsi iştirakçısı ilə medallarla təltif olundum. Azərbaycan vətəndaşı kimi həm idmanda, həm Vətən müharibəsi iştirakçı olmağıma sevinirəm. Hərbi xidməti bitirdikdən sonra mən Masal rayonuna geri döndüm və məşqlərə başladım. Müəllimlərim Ağayev Ədalət, Ağayev Sadiq məni yaxşı formada yarışa hazırlaşdırdılar. Mən 2 il hərbi xidmətdə oldum. Müharibə bitəndən sonra 6 ayda əlavə qalıb xidmət elədim. 2 il boyunca ümumiyyətlə idmandan aralaşmışdım, idmanla məşğul olmurdum. Qayıdandan sonra bir vaxtımız az idi, 6 ay vaxtımız qalmışdı. Müəllimlərim yaxşı hazırlaşdırdı. Mən 2 il aradan sonra Respublika üçüncüsü adına layiq görüldüm. Milli komandaya dəvət aldım. Həmin ərəfələrdə özümə çox inanmırdım ki, Respublikada nəticə əldə edərəm, amma Allaha şükürlər olsun ki, nəticə yaxşı oldu. Biz həmin vaxtda da bir çox xarici ölkələrə yarışa getdik. Albaniyaya, Türkiyəyə, İrana. Taekvondo idman növü məni məşqçi müəllimliyə qədər gətirib çıxartdı. Mən Abşeron rayonu Xırdalan şəhərində Mübariz Taekvondo klubunun məşqçi müəllimiyəm. Əlbəttə ki, mən tək deyiləm. Baş məşqçimiz Samir Aydınov, məşqçi müəllim olaraq mən fəaliyyət göstərirəm. Bizim 70-dən çox tələbəmiz var. Biz onlarla məşğuluq və istəyərdik ki, onlar da Azərbaycan bayrağını yüksək səviyyəli yarışlarda dalğalandırsın. Dalğalandırıblar da. Məsələn, bizim yaxşı tələbələrimizdən Qalaböy Malikəjdər, Fərid Məlikli, Avropa çempionu, Fərhad Məlikli, Avropa ikincisi. Mənim ən böyük xəyalım tələbələrimin Avropa dünya çempionu və Olimpiya çempionu olmasıdır. İnanıram ki, olacaqlar da inşallah. İkinci ən böyük xəyalım isə Amerikada yaşamaqdır. İnşallah ki, bir gün o xəyalda gerçəkləşdirəcəm. Əsas insanda məqsəddir. O məqsəd olursa, hər zaman o məqsədə çatmaq mümkündür. Mən hər zaman məqsədlərimə inanmışam, güvənmişəm. Öz qarşıma məqsəd qoymuşam və o məqsədə doğru irəliləmişəm. İnşallah ki, gün gələcək bütün məqsədlərimizə, bütün arzularımıza çatacağıq. Məqsədə çatmaq üçün zəhmət çəkmək lazımdır, əziyyət çəkmək lazımdır, yorulmadan çalışmaq lazımdır. Günlərlə, aylarla, illərlə. Bəzən elə olar ki, məsələn, insan illərlə əziyyət çəkər, bir də yarışda uduzar, həvəsdən düşər. Bəzən elə olar ki, illərlə əziyyət çəkər, gedər Respublika çempionu olar, Avropa çempionu olar və yaxud da dünya çempionu olar. Gənclərə də mən məsləhət görərdim ki, idman növləri ilə məşğul olsunlar. Mən çox təəssüflə bildirirəm ki, bəzi gənclər çox doğru yolda deyirlər, düzgün yolda deyirlər. Onlara da məsləhət görərdim ki, sağlam həyat yolunda irəliləsinlər, düzgün həyat yolunda irəliləsinlər. ...2015-ci ildə bizim zala Koreyadan nümayəndələr gəlmişdi. Məşqçi müəllimliyi seminarı keçirilirdi.
Biz də onda köhnə zalımızda Şahmat evinin altında məşq edirdik. Həmin Koreyadan gələn bir nümayəndə məni bəyənmişdi də. Yəni özü ilə biraz gülməli çıxır, amma özü ilə məni Koreyaya aparmaq istəyirdi. Daha doğrusu onu müəllimim həvəsləndirmək üçün demişdi. Bu hadisə mənim heç vaxt bəlkə də yadımdan çıxmayacaq. Müəllimim mənə demişdi ki, bəs səni Koreyaya aparmaq istəyir, məni həvəsləndirmək istəyirdi. Mən onda uşaq idim, gəldim, evdəkilərə dedim, dostlarıma dedim, məktəbdə sinif yoldaşlarıma dedim. Hamı elə bil məndən biraz zarafat elədi ki, Masallıdan Koreyaya getmək, sən necə gedə bilərsən, o dünyanın o bir tərəfindədir. Hardasa onun üstündən bir 2 il, 3 il keçdi. Mən 2015-ci ilin avqust ayında biz Koreyaya yola düşdük, dünya çempionatına. Çox maraqlı idi bizim Koreya səfərimiz. Həmin vaxt mən Koreyada olanda mən dostlarıma yığdım. Həmin hadisəni onların yadına saldım ki, bəs mən Koreyadayam. Həmin vaxtda qarşıma məqsəd qoymuşdum ki, mən Koreyaya gedib çatacam da. Belə bir məqsədim var idi. Məktəb vaxtı mən müəllimlərimi çox incitmişəm. Məni ən yaxından tanıyan məktəb direktorumuz Fəxrəddin müəllim Talıbzadə. Ona məndən çox şikayətlər gedərdi, yadıma gəlir. Amma hər zaman idmançıları sevib, hər zaman dəstək olub, gənc nəslə örnək olub Fəxrəddin müəllim. Ona buradan ilk növbədə öz salamlarımı, ikinci növbədə minnətdarlığımı bildirirəm ki, bizi gənc nəsli hər zaman irəlidə görmək istəyib, hər zaman. Elmə mənim əslində marağım olmayıb. İdmanla məşğul olmuşam deyə bir söz var idi, bir əldə iki qarpız tutmazlar. Elə bir misal var idi, hər zaman mən onu deyirdilər. Mən də bir qarpız tutdum. O da idmanı, taekvondonu seçdim. Elmə ümumiyyətlə mənim bil ki, Respublika çempionu olduqda, ilk Respublika çempionu olduqdan sonra mən elmə marağı kəsdim. Amma indiki gənclərə onu deyə bilərəm ki, öz tələbələrimə də deyirəm onu. Təhsil önəmlidir. İdmanla təhsili birləşdirəndə hər bir insan daha da uğurlu nəticə əldə edə bilər. Mənim niyə kimi dostum olmayıb? İstəməmişəm dostum olsun. İnsanlara güvənmək biraz çətin olur bu həyatda. Dostluq çətin bir şeydir. Hər adam da dostluq bacarmır. Ona görə mən hər adama dost demirəm. Mənim hamısı tanıdıqlarımdır. Elə insanlar var ki, bir-birinə ilə möhkəm dostluqlar eləyirlər. Mən onu əmimdə görmüşəm, atamda görmüşəm. Bir çox tanıdıqlarımda görmüşəm. Möhkəm dostluqlar eləyənlər var. Amma indiki bu vaxtda dostluq eləyənlər sünidir. Mənim gözümdə sünidir. Mən idmançı olmasaydım, pilot olmaq istəyirdim. Amma elə bir yerə gəlib çıxdım ki, idmanda daha uğur qazanacağımı bildim. Bugünkü gündə də Azərbaycanın tanınmış taekvondoçularından biriyəm. Bu uğurlarıma görə mən dərin minnətdarlığımı bildirirəm. Ağayev Ədalət müəllimim, Ağayev Sadiq müəllimim, ikinci ailə üzvlərimə və əmim Rahib Məhərrəmova böyük minnətdarlığımı bildirirəm. Mənim üzərimdə çox əziyyətləri olub. Şükür ki, onların sayəsində idman nailiyyətlərim bu qədər çox olub.
Həyat mənim üçün taekvondodan ibarətdir. Taekvondo mənim həyatımın bir parçasıdır.